Azərbaycanda səhiyyə var ki, Tam Oqtay problem Şirəliyevin deyil. önündə qalan sistemə səhiyyə deməyin özü ayıbdır. Səhiyyə var Azərbaycanda bəli. Səhiyyə varsa nazirimiz niyə Azad Rəhimov Amerikada müalicə alır? Niyə Oqtay Şirəliyev Amerikaya gedir? Niyə adi bir deputat qrip olanda Türkiyəyə qaçır? Ha bu səhiyyə varsa oturun eləyin də. Niyə elə Yaqub Eyyubov dişini düzəltdirmək üçün onun dişi möhtəşəm dişdir Yaqub Eyyubovun. Çünki 867 min evro Almaniyada pul qoymuşdu. Yəqin fil dişindən, fil sümüyündən. Buna belə fil sümüyünü öz, bəlkə damağını çıxartıb bütün onun nə yerinə fil desəz sümüyü vurur. eləyərlər. Və dərman monopoliyasında bayaq danışdıq. Əvəz bəy, mən sizə bir söz deyim. Bunlar monopolist olmasa, siz dərman monopoliyasına iddialısınız bəyəm? Mən iddialı deyiləm. Kim iddialı? Gətirirsən qardaş, satırsan, düzünü gətir, yaxşısını gətir də. Haram xoşun olsun o qazandıqların, düzdür dərmana verəsən elə. Özləri Elə buradan verirlər, almırlar dərmanı verirlər, bəy. Onlar özdə gətirdiyi dərmanı buradan almırlar. Buradan Gedirlər xaricdən al. Yaxşı gətirib bizə satdığı özünü istifadə edirsən. Fransadan Bu evinə düzünü gətir də mən niyə Türkiyədən dərman gətirirəm? Mən niyə Gürcüstandan dərman gətirirəm? Fransadan evinə su gətirən adamlar var. Bax, Təyyarə reisləri var ki, bunlara oradan gətirir, qatığı, bax, suyu, bu qaynağı.